Açılış nitqləri panelimizdən öncə özümü təqdim edim. Namiq Əliyev. Azərbaycan Mərkəzi Bankının mətbuat katibiyəm. Eyni zamanda Azərbaycan Televiziyasının iqtisadiyyat xəbərlərinin redaktoru və aparıcısıyam. Media və TV jurnalistika sahəsində 25 illik təcrübəm var. Həmçinin bank və maliyyə sahəsində media menecment və ictimaiyyətlə əlaqələr üzrə uzun illərdir ki, fəaliyyət göstərirəm. Bugünkü tədbirimiz 9-cu Beynəlxalq Bankçılıq Forumudur. Forumun proqramı ilə tanış olmaq üçün, əziz iştirakçılar, bəcilərin üzərində yerləşən QR kodu oxudaraq ətraflı məlumat əldə edə bilərsiniz. Forumun məqsədi nağdsız iqtisadiyyatın inkişafı, rəqəmsal transformasiya və maliyyə texnologiyalarında innovasiyaları müzakirə etməkdir. Forum bank və maliyyə sektorunda əməkdaşlıq və şəbəkələşmə üçün vacib və mühüm platformalardan biridir. İştirakçılar arasında dövlət qurumlarının nümayəndələri, maliyyə və bank tənzimləyiciləri, kommersiya bankları, fintech şirkətləri, beynəlxalq təşkilatlar və akademik dairələrin təmsilçiləri var. Forum etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq devizi altında keçirilir. Bəli, biz etibarlı, təhlükəsiz və dayanıqlı inkişafa doğru gedirik. Açılış nitqləri ilə davam edək və ilk panelimizin iştirakçılarını dəvət etmək istəyirəm. Vüsal Xəlilov, Azərbaycan Mərkəzi Bankının sədr mavini. Alqışlarınızı rica edək. Alpaslan Çakar, Türkiyə Banklar Asosiasiyasının İdarə Heyətinin sədri. Volodimir Kiçinski, Polşa Banklar Asosiasiyasının icraçı vitse-prezidenti. Vüsal Qasımlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktor, professor. Fərid Osmanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri. Zakir Nuriyev, Azərbaycan Banklar Asosiasiyası sədr. Kutay Ak, Mastercard baş mütəxəssis, xidmətlərin inkişafı üzrə, Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu. Bir daha hər birinizi salamlayırıq və çıxışlarımıza, ilk açılış panelimizin çıxışlarına başlayırıq. Hörmətli Vüsal müəllim, istəyərdim ilk olaraq sizdən başlayaq. Mərkəzi bank olaraq nağdsız iqtisadiyyatı və rəqəmsal transformasiyanı sürətləndirmək üçün bu il hansı strateji addımlar atılıb Mərkəzi Bank tərəfindən? İstəyərdim ki, çıxışınızda bu məqama da aydınlıq gətirəsiniz. Buyurun, söz sizdə. Salamlar, çox sağ olun. İlk öncə mən qonaqlara, dəyərli panelistlərə və forum iştirakçılarını salamlayıram. Biz bildiyiniz kimi son illər biz görürük maliyyə sektorunun inkişafını həm dünyada, həm Azərbaycanda, hansı ki bu sürətlə demək olar ki heç vaxt inkişaf olmayıb, bu dinamika heç vaxt olmayıb və siz qeyd elədiyiniz kimi bu dinamikanı nəzərə alaraq həm siyasət nəzarət prizmasından, həm texnoloji prizmadan, həm məhsul prizmasından bir sıra dəyişikliklər Mərkəzi Bank tərəfindən nəzərdə tutulur. Bu dəyişikliklər maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində 24-26-cı illəri əhatə edən çərçivəsində baş verir. Biz bu dəyişiklikləri əsas 3 istiqamətə bölə bilərik. Birinci istiqamət əlbəttə ki, bu hüquqi normativ bazanın təkmilləşdirilməsidir və biz buna artıq hər hansısa bir qaydanın və ya qanunun yazılması deyil, bu bazar iştirakçılarının, maliyyə sektorunda olan təşkilatların tələblərinə və Mərkəzi Bankın öz mandatını icra etməsi üçün zəruri olan məqsədlərə çatmaq üçün olan dəyişikliklərin davamlı həyata keçirilməsi əsasında baş verir. Bir sıra qaydalarda dəyişikliklər artıq maliyyə sektoruna paylaşıb və ilin sonuna qədər biz bir neçə qaydalarda dəyişikliyi paylaşacağıq. Ümumiyyətlə bu proses haqqında qısaca deyim ki, bütün dəyişikliklər müvafiq assosiasiyalar vasitəsilə sıx maliyyə institutlarından işləyərək həyata keçirilir. Hətta biz indi çox vacib məsələləri görüşdən öncə də danışırdıq. Bu məsələlərin hər biri, olsun Banklar Asosiasiyası, olsun Fintechlər Asosiasiyası və digər assosiasiyalar bunlarla sıx iş əsasında olur. İkinci məqam, hansı ki dəyişiklikləri biz edirik bu texnoloji platformalarda, hansı ki bu dəyişiklikləri və yenilikləri tətbiq etməyə kömək edir. Bunlardan yəqin ki ən çox üzərində bugün dayandığımız və danışdığımız ani ödənişlər sistemidir.
hansında ki son 6 ayda biz oradan gedən ödənişlərin sayını 6 dəfə, 25 dəfə üzr istəyirəm artıraraq 6 dəfə bu internet və mobil bankçılıq kanalları üzərindən dövriyyənin artımıdır. Ciddi burada artımın bir şahid oluruq. Həm sistemin dayanıqlığı barəsində, həm ödənişlərin daha təhlükəsiz və daha aşağı xərc ilə həyata keçirilməsi. İkinci məsələ hansı ki vacibdir, bu QR məsələsidir, hansı ki biz öncədən həmkarlarla müzakirə edirdik. Artıq ASQR standartı təsdiqlənir ölkə üzərindən və bu imkan yaradacaq ki, həm regionlarda, həm mərkəzdə subyektlərin nağdsız ödənişlərin qəbul edilməsini daha da asanlaşdıracaq və ödənişlərin xərcini azaldacaq. Ümumiyyətlə də bu keçid ancaq maliyyə institutları deyil, sahibkarların da xərclərini ciddi şəkildə azaltmağı hədəfləyir. Və əlbəttə ki, biz Mərkəzi Bankın öz mandatına uyğun olaraq dəyişiklikləri, bu dinamikanı nəzərə alaraq nəzarət mexanizmlərimizi təkmilləşdiririk. Strategiyamıza əsasən bu risk əsaslı nəzarətə keçid. Və bu keçid etmək üçün əlbəttə ki, biz bir sıra həm texnoloji həlləri tətbiq edirik, həm də ki, bu həllərin və yanaşmaların maliyyə institutları tərəfindən tətbiq olunmasına, belə deyək ki, planlarımızı icra edirik. Təşəkkür edirəm. Çox sağ olun, Vüsal müəllim. Professor Qasımlı, sualım sizə olacaq, Vüsal müəllim. İqtisadi islahatların kommunikasiya və təhlil aspektləri bank və maliyyə sektorunda strateji qərarlar verməyə necə təsir göstərir? Buyurun, söz sizdədir. Çox sağ olun, Namiq müəllim. Sabahınız xeyir, hörmətli xanımlar və cənablar. Sizin sualınıza cavab olaraq icazənizlə verir, mən makro səviyyədə məsələlərə yanaşım və həm də ki, bank sektorundan əsas gözləntiləri müəyyənləşdirək. Bildiyiniz kimi, Azərbaycanda iqtisadi artımla bağlı müəyyən bir çağırış var. Bu, neft sektorunun azalması fonunda iqtisadi artımın daha da sürətləndirilməsi potensialı nəzərdən keçirilir və peşəkar heyət olduğuna görə elə mən icazənizlə peşəkar bəzi məsələləri qeyd edeyim. Birincisi, bizim makro səviyyədə buraxılış kəsirimizin təhlili onu göstərir ki, bizim iqtisadi artımı sürətləndirmək mümkündür. Bu, belə deyək ki, bir mövzunun qapağıdır. İkincisi, biz hesab edirik ki, iqtisadi artımın sürətləndirilməsi üçün birinci istiqamət investisiya istiqamətidir. İcazənizlə investisiya ilə bağlı yaxın perspektivi deyim, çünki bu bank camiyyəsi üçün çox maraqlıdır, maraqlı ola bilər. Biz indi 27-30-cu ilin sosial-iqtisadi inkişaf strategiyasının üzərində işləyirik. Bu strategiya təxminən bir 10 milyardın üzərində deməli, əsaslı vəsaitin qoyuluşunu özündə ehtiva edir. Bunun yanı sıra böyük qayıdış proqramı çərçivəsində 27-30-cu illər ərzində 13,2 milyard manat vəsaitin deməli, qoyuluşu nəzərdə tutulur. Bir sıra deməli, layihələr var, böyük layihələr, xüsusən də ki, şəhər içərisində Şəhər Modon şirkəti ilə birgə həyata keçiriləcək layihə. Bu layihənin qiyməti 5 milyard manatdır. Xəzər dənizinin duzsuzlaşdırılmasına bağlı layihənin qiyməti 400 milyon manatın üzərindədir. Su və nəqliyyat strategiyalarının həyata keçirilməsi üçün 27-30-da təxminən hal-hazırda müzakirələrdə 5-10 milyard manatlıq məbləğdən söhbət gedir və mən digər proyektləri də demək istəmirəm. Bütövlükdə gördüyünüz kimi çox böyük bir həcmdir və mən düşünürəm ki, Namiq müəllim, bu çox vacibdir bizim bank sektoru üçün, çünki belə deyək ki, dövlət əsas katalizator olaraq hansı istiqamətlərdə əsaslı vəsait qoyuluşunu həyata keçiriləcək. Ümumi şəkildə demək istəyirəm ki, 27-30-cu illərdə təxminən bir dövlətin əsaslı vəsait qoyuluşu illik 4 milyard manatın ətrafında olacaq. Bu, həm daxili imkanlar, həm də xarici kreditləri əhatə eləyəcək və məsələn, tutaq ki, Asiya İnkişaf Bankı 30-cu ilə qədər Azərbaycana təxminən 2,5 milyard dollar sərmayə yatırmaq istəyir. Bunun bank sektoru üçün çox ciddi siqnal olduğunu nəzərə alaraq icazə verin, mən bank sektoruna bağlı konkret göstəriciyə keçim. Əvvəla onu deyim ki, biz daha sürətli iqtisadi artım üçün biz hesab edirik ki, indiki investisiya qoyuluşundan da daha çox investisiya qoyuluşu olmalı. Çünki bizim əsaslı vəsait qoyuluşunun qeyri-neft sektoruna nisbətli təxminən bir
19-20% civarındadır. Amma daha yüksək iqtisadi artım, deyək ki 4-5 faizlik iqtisadi artım üçün bizə lazımdır ki, bu vəsaiti biz təxminən 25-30% həddinə çatdıraq. Və bu Çin modeli, Koreya modeli də bunu göstərir. Bank sektoru təkcə bu siqnallar deyil, həm də ki özü deməli bu belə deyək ki yığımın investisiya çevrilməsində rol oynaya bilər. Hal-hazırda bank sektorunun, Azərbaycan bank sektorunun qoyduğu belə ki kredit qoyuluşunun özəl sektorun yaratdığı ümumdaxili məhsula nisbəti təxminən 25%-in ətrafındadır. Mən rəqəmləri belə deyək ki, yuvarlaq şəkildə deyirəm ki, daha aydın olsun. Dünya üzrə göstərici bu 100%-in üzərindədir. Bizim yerləşdiyimiz bölgə üçün 70-80%-dir. Bu o deməkdir ki, deməli, bank kreditlərinin iqtisadiyyatda rolunun artırılması potensialı Azərbaycanda çox böyükdür. Bu bir. Amma necə artıra bilərik biz bunu? İndi mənə elə gəlir ki, bugünkü konferansın əsas mövzularından da biri bu olmalıdır. Əlbəttə, bunun bir tərəfi texnoloji və institusional məsələdir. Əlbəttə, biz klassik bankla birgə rəqəmsal bank və yatırımçı investisiya bankı modellərini nəzərdən keçirməliyik və çünki Azərbaycan daha çox belə deyək də bank mərkəzli inkişafın belə deyək ki bir nümunəsini göstərir. İkinci aydın məsələ ki, qiymətli kağızlar bazarıdır. Burada Buffett əmsalı var. Bu əmsal bizdə dünya göstəricisindən aşağıdır. Ona görə də mən düşünürəm ki, qiymətli kağızlar bazarının üzərindən də biz deməli, yığımın sərmayə çevrilməsi mexanizmlərinə baxmalıyıq. Bir də mən bir çağırışı icazənizlə yekunda təqdim edeyim. Çünki burada dediyimiz kimi həm dövlət, həm bank camiyyəsi iştirak edir. Bu monetar şərait indeksidir. Azərbaycanda monetar şərait indeksi bizim bütün hesablamalar onu göstərir. Taylor qaydasından inflyasiya hədəflənməsi qaydası və digər metodologiyalarını bunları sizinlə yormaq istəmirəm. Sərtdir. Monetar şərait sərtdir. Yəni, kreditlərin faizi və deməli, iqtisadiyyatın rentabellik belə deyək, göstəriciləri arasında uyğunluğun yaradılması istiqamətində çağırışlar var, etiraf etmək lazımdır. Və mən düşünürəm ki, biz bu istiqamətdə də çalışmalıyıq və əgər biz deməli, bank deməli, sektorunda və real sektorda islahatları uzlaşdıra bilsək və mən inanıram ki, bu mümkün olacaq, xüsusən də ki, struktur, institusional islahatları, texnoloji islahatları uyğunlaşdıra bilsək, onda biz pulun qiyməti ilə bağlı tarazlığa gəlib çata biləcək. Hələlik, belə deyək ki, real sektor pulu baha, bank sektorundakı ucuz sayılır. Mən bilirəm ki, bank sektorunun özünün də deyək ki, girov məsələləri, digər məsələlərlə bağlı hal-hazırda müzakirə olunan məsələləri var. Amma bütövlükdə mən bu çağırışları ümumi şəkildə müəyyənləşdirdim ki, daha doğrusu təqdim edirəm ki, inanıram ki, bu ümumi paneldə sonraki sessiyalarda bu məsələlər müzakirə olunacaq. Bir daha təşəkkür edirəm, uğurlar arzulayıram. Sağ olun. Biz təşəkkür edirik, Vüsal müəllim. Alparslan bəy, istəyərdim sizə müraciət edeyim. Türkiyədə bank sektorunda rəqəmsal transformasiya və fintech innovasiyaları üzrə hansı əsas təcrübələr Azərbaycan bankçılığı üçün faydalı ola bilər? Çıxışınızda bu məsələyə toxunsanız minnətdar olaram. Çok teşekkür ediyorum. Herkese günaydın. Öncelikle şahsım ve Türkiye Bankara Birliği adına hepinizi saygıyla selamlıyorum. Dost ve kardeş Azerbaycan'a Türkiye'den selam getirdim. Şimdi tabii Türk bankacılık sektörü bugün itibariyle 1 trilyon doları aşmış bir büyüklüğe sahip. Bizim bankacılık sektörünün yurt dışında 30'un üzerinde ülkede yatırımlarımız var. Yani ya bankamız var ya şubemiz var. Benim bugün itibariyle genel müdürü olarak bulunduğum Ziraat Bankası'nın da yurt dışında 22 ülkede 131 noktada ya şubesi ya bankası var. Ziraat Bankası da bugün itibariyle yine finansal grup olarak biz 210 milyar dolarlık bir büyüklüğe ulaşmış durumdayız. Tabii yurt dışının da daha doğrusu diğer özellikle kıta Avrupası başta olmak üzere bizim ülkemizde 20 civarında ülkenin bankası veya şubesi var. Aslında bankacılık faaliyeti bir aracılık faaliyeti. Bu aracılık faaliyetinin ben çok değişeceğini düşünmüyorum. Yani tasarruf sahipleriyle yatırımcı ve tüketiciler arasındaki aracılığı sağlayan bir mekanizma, bir sektör. Çok geriye gitmeyeceğim, yani tapınaklara kadar falan gitmeyeceğim ama
şuna kadar şunu söyleyebilirim. Önce biliyorsunuz bu iş bir kurumsal bankacılıkla başladı. Sonra 1980'lerde, 70'lerde bireysel bankacılık hayatımıza geçmeye başladı. Bu sefer kurumsal bankacılığın farklı bir mekanizması ön plana çıktı. 2000'li yıllarda dijitalizasyon bizim temel parametremiz olmaya başladı. Şimdi dijitalizasyon evriliyor sektör, başka bir noktaya doğru gidiyor. Aslında temel kavram bizim gerçek hizmet verdiğimiz müşterinin tavır davranışının, müşterinin beklentilerinin doğru yönetilmesi. Müşteri ne istiyor? Müşteri daha önce spesifik kendisine herhangi bir perakende sektöründe olduğu üzere doğru ürünün doğru bir kanalda doğru şekilde kendisine arz edilmesini istiyordu. Ama bugün müşteri daha farklı bir noktaya gidiyor. Müşteri beklentisi farklılaşmaya başladı. Müşteri aslında artık şubeye gelmek istemiyor. Müşteri kendisinin bankacılığı, kendisinin önceden ihtiyaçlarını analiz edilerek, bilinerek ve ona göre bir ürün, bir mekanizma görünmez bir şekilde ona normal olan hayatı içerisinde bir şeyin sunulmasını istiyor. Aslında bizim bütün yaptığımızda müşteri davranışı ve müşteri ihtiyacını karşılayacak bir mekanizma ve bir akış, bir süreç yönetimi oluşturmaktı. Şimdiye kadar hepimizin yaptığı buydu. İlk dediğim gibi yani bu müşteri davranışı çerçevesinde biz şubelerimizi çok ön plana çıkarmaya başladık. Ciddi anlamda network ağları olmaya başladı. Ziraat Bankası üzerinde birkaç örnek söyleyeyim. Bizim işte 1800 civarında şubemiz var. 55 milyon civarında müşterimiz var. Biz bu şubeleri çok yaygın bir şekilde yapmaya başladık. Ama bugün biliyoruz ki Türkiye'de 1990 sonrası doğumluların sadece %5'i şubelerin içine giriyor. 1990 sonrası çocuklar veya insanlar artık şubelere girmiyor. Onlar daha çok mobil bankacılık ve elektronik veya dijital mecralar kullanarak sistemlerini yürütüyorlar. Zaten müşteri analizleri yapıldığında da bunu net olarak görüyoruz. Peki bankacılık sektörüne bakıldığında mesela önce sadece bankacılık üzerine bütün para transferleri yapılırken Amerika'da bugün itibariyle sermaye piyasaları paydaşlar çoğalmaya başladı. Sermaye piyasaları %60 ama bankacılık sektörü %40. Kıta Avrupa'sı tamamen değişmeye başladı. Bizim gibi ülkelerde bu dijitalizasyon konusu, yapay zeka konusu olmazsa olmaz bir kavram olmaya başladı. Yapay zekayı şöyle değerlendirebiliyoruz. Dünyaya bir cisim yaklaşıyor. Tartışmasız geliyor bu. Bu bir yere çarpacak. Nereye çarpacak? Nasıl çarpacak? Ne kadar etki yaratacak? Ama geldiği kesin. Bu insanların hayatında ne kadar etki yaratacak? Bugün itibariyle Türkiye'de hepimizin temel gündemi bu. Ama şunu biliyoruz, önümüzdeki dönemde bankacılık sektörünün temel yakıtı veri olacak. Bilginin yönetimi. Bunun motoru yapay zeka olacak. Asıl işleyen mekanizma bu olacak. Ve bankalar arasındaki farkı yaratan da bunu güvenli bir şekilde doğru bir güven mekanizmasıyla işleyen ve müşterisine görünmez bir şekilde arkasında değer üreten bir yapı olacak. Sürem bitti mi? Peki o zaman. Teşekkür ediyorum. Biz təşəkkür edirik. Təbii ki, çıxışlardan sonra şəbəkələşmə də olacaq. Orada davam edə bilərik. Mr. Volodymyr, which best practice for Poland could be adapted for the Azerbaijani banking sector? The floor is yours. Thank you very much. No. Okay. Once again, dear President Nureyev, distinguished guests, ladies and gentlemen, and friends, allow me first to thank you for the invitation for the conference, and I'm for the first time in Baku. It's my pleasure to be in your country. I appreciate also very much your welcome and your excellent hospitality.
This is the second occasion when the delegation of the Polish Bank Association is in Azerbaijan, but we are very glad to have the opportunity to welcome in our country the third delegation of Azerbaijan banks. Then we continued the joint efforts for building a long-term strategic partnership between Azerbaijan Bank Association and the Polish Bank Association. A long-standing friendship of our nations and successful history of economic cooperation and growing bilateral trade is a good sign for further successful cooperation. The Polish Bank Association represents practically all banks in Poland. We have 550 banks in our country, 65 commercial banks, plus almost 500 cooperative banks which are active in the rural areas. Challenges we have now are connected with the geopolitics. They are connected with increasing volume of investments and better fulfillment of the needs of our customers. Let me show you a few slides. I hope they will be just presented on the screen. Characterizing the Polish bank activity and characterizing our members. First of all, we have good cooperation between the private sector and state-owned banks. There is also the important meaning of the activity of the Forum of Banking Technologies in our country, presenting the new solutions and technology for banking sector. It is also important to stress that more than 50% of our Polish customers are now mobile only. We have a very modern and effective banking system, well capitalized, and among 34 leaders of digital banking in the world, we have 4 Polish banks as leaders. It's also quite important to see what the banks are doing for the state and how we cooperate with the state authorities in order to provide social solutions for our community, for our citizens. And the issue which is now for Polish banks, it's deregulation. We need less complex solutions for banking. We should be much more focused on the customer needs and to use new technologies. In this respect, we are using the AI solutions in the new and new channels, and we connect this with the activity, the daily activity of our banks. From this point of view, we are oriented for the more intensified cooperation with your banks, and we are looking also for the good cooperations with the Azerbaijan Bank Association. Time's up. Thank you very much for the attention. Thank you for sharing your experience and ideas with us. Fərid müəllim, sizə müraciət etmək istəyərdim. Biz bugün deyə bilərikmi ki, rəqəmsal ekosistemin inkişafında startup və fintech şirkətləri əhəmiyyətli rola malikdir. Buyurun, söz sizdə. Namik müəllim, təşəkkür edirəm. Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar.
Bir daha sizləri 9-cu bankçılıq forumunda salamlayıram. Qeyd etmək istərdim ki, ənənəvi olaraq hər il keçirilən bu forum nəinki bankçılıq üzrə həyata keçirilən fəaliyyətin müzakirəsi, həmçinin də ölkəmizdə rəqəmsal inkişaf və innovasiya istiqamətində həyata keçirilən fəaliyyətin və eyni zamanda ümumilikdə maliyyə sektorunda həyata keçirilən fəaliyyət və gündəlik üzrə kəsişən məsələlərin müzakirəsinə əsr olunmuş bir platformadır və bu platformanın ərsəyə gəlməsində və məhz bugünkü tədbirin təşkilatçılarına, Azərbaycan Banklar Assosiasiyasına, Yunus müəllim sizə, Zaki müəllim sizə və eyni zamanda Mastercard-a və məhz Azərbaycan Respublikası Mərkəzi Bankına özlərinin təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, ümumiyyətlə rəqəmsal inkişaf və innovasiya məsələləri ölkəmizin əsas strateji prioritet istiqamətlərindən biridir və dövlət siyasətinin əsas strateji prioritet istiqamətlərindən biridir və məhz 2025-ci ildə bu istiqamətdə bir çox strateji sənədlər hökumət səviyyəsində qəbul olunmuşdur. Bunlar məhz rəqəmsal inkişaf konsepsiyasının qəbul olunması və süni intellekt strategiyasının qəbul olunması, ümumiyyətlə informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi üzrə strategiyanın mövcudluğu, bu ölkənin bir daha rəqəmsallaşma və ümumiyyətlə innovasiyaların fəaliyyətinin təşviq edilməsi istiqamətində həyata keçirilən ardıcıl və strateji baxışın formalaşdığını bir daha sübut edir. Qeyd etmək lazımdır ki, ölkəmizin rəqəmsallaşma və rəqəmsal inkişaf üzrə baxışı məhz rəqəmsallaşmaya yönəlmiş vətəndaş cəmiyyətinin, biznes mühitinin və dövlət infrastrukturunun qurulmasına həsr olunub. Məhz rəqəmsallaşma üzrə aparılan fəaliyyət məhz bu üç segmentin transformasiyasına və rəqəmsallaşmanın sürətli sirayət etməsinə həsr olunmuşdur. Qeyd olunmalıdır ki, məhz dövlətin həyata keçirdiyi bu rəqəmsallaşma siyasətinin mühüm komponentlərindən biri də məhz maliyyə sektorudur, bank sektorudur. Odur ki, uzun dövrlərdir ki, bank sektoru, xüsusilə maliyyə sektoru ölkəmizin rəqəmsal transformasiyasının vacib lokomotividir. Və məhz şübhəsizdir ki, bugünkü gündə rəqəmsal ödənişlərin genişlənməsi, hər birimizin rəqəmsal bank məhsullarından aktiv şəkildə istifadə olunması, QR standartlarının tətbiq edilməsi və qısa dövr ərzində açıqlanan açıq bankçılıq təşəbbüsü məhz bu transformasiyanın sübutlarıdır və nəticələridir. Və əminik ki, bu transformasiya prosesi növbəti dövrlərdə də öz nəticəsini verəcəkdir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq biz də dövlətdə məhz rəqəmsallaşma və innovasiyalar istiqamətində fəaliyyətin təşkil edilməsi və eyni zamanda bu fəaliyyətin təşkili üzrə müvafiq rəqəmsal həllərimizin operatorluğunu həyata keçiririk. Və həyata keçirdiyimiz və yaratdığımız məhsulların fəaliyyəti çərçivəsində görürük ki, Vüsal müəllim də qeyd elədi, insanlar, vətəndaş, dövlət və biznes cəmiyyəti tərəfindən artıq rəqəmsallaşmanın qəbul edilməsi bir seçim deyil, artıq bir məcburiyyətdir, bir zərurətdir və bu zərurəti artıq biz də özümüz tərəfimizdən görürük. Müvafiq statistik göstəricilərə toxunsaq, demək olar ki, ötən ilin sonu ilə müqayisədə bir pəncərə prinsipinə əsaslanan MyGov platformasının aylıq aktiv istifadəçiləri artıq 800 min nəfəri keçmişdir. İstifadəçilərimizin sayı 2 milyona çatmışdır və maliyyə sektoru ilə dövlət rəqəmsallaşma infrastrukturunun ekosisteminin birləşdirilməsini təmin edən bir neçə məhsullarımız vardır ki, bunlardan məhz biri digital finans dediyimiz məhsuldur, hansı ki, artıq həmin produktda məhsula 104-dən çox maliyyə institutu inteqrasiya edilmişdir. Bugünkü günədək 300 milyona yaxın transaksiya həmin məhsul üzərindən mübadilə edilmişdir. Demək olar ki, hər gün maliyyə sektoru tərəfindən vətəndaşların tanınması üçün gündəlik əsasda 300 mindən artıq məlumat sorğulanmaqdadır.
Qeyd edək ki, ümumiyyətlə rəqəmsallaşma üzrə başlıca baxışımız məhz dövlət çərçivəsində kağızsız hökumətə keçiddir. Qeyd olunmalıdır ki, artıq qürur hissi ilə demək olar ki, dövlət qurumları arasında yazışmalar tam kağızsız formatda həyata keçirilir və bu fəaliyyəti təmin edən başlıca məhsulumuz rəqəmsal sənəd dövriyyəsi alt sistemidir. Hansı ki, bu sistemi artıq biz biznes subyektlərinə və MyGov vasitəsilə vətəndaşların rəqəmsal müraciətlərin qəbul edilməsi imkanı yaradılmışdır. Artıq maliyyə institutları tərəfindən də bir neçə bankımız məhz rəqəmsal sənəd dövriyyəsini artıq inteqrasiya etmişdir və aktiv şəkildə digər banklar tərəfindən də inteqrasiya prosesi həyata keçirilir və ümidvarıq ki, artıq maliyyə sektoru ilə dövlət qurumları arasında da kağızsız yazışmalar təmin ediləcəkdir. Qeyd edilməlidir ki, bu rəqəmsallaşma ilə yanaşı məhz informasiya təhlükəsizliyi, kiber təhlükəsizliyi də mühüm elementdir. Bugünkü gündə MyGov vasitəsilə təqdim olunan rəqəmsal razılıq məhsulumuz artıq insanlara öz fərdi məlumatlarını effektiv şəkildə idarə etməyə imkan verir. Və artıq şəxslər banklar tərəfindən, maliyyə institutları tərəfindən şəxsin tanınması çərçivəsində, müştərinin tanınması çərçivəsində sorğular olduğu təqdirdə artıq fərdi məlumatların tənzimlənməsi həyata keçirilir. Ümumi baxışda desək, biz hər zaman maliyyə sektoru ilə açıq hökumət çərçivəsində fəaliyyətimizi gücləndirməkdə maraqlıyıq və ümidvarıq ki, növbəti dövrlərdə də bu fəaliyyət öz nəticəsini verəcəkdir. Çox sağ olun. Təşəkkür edirik Fərid müəllim. Bəli, tədbir başlayanda da mən çıxışımda da qeyd etdim ki, etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq devzi altında bizim bu forum keçirilir və heç şübhəsiz ki, bank sektorunda etibarlılığı, dayanıqlığı və təhlükəsizliyi artırmaq üçün banklar arasında əməkdaşlığın xüsusi önəmi var və bu məsələdə ABA-nın rolu əhəmiyyətlidir. Zakir müəllim, söz sizindir, buyurun. Təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, Azərbaycan Bank İctimaiyyəti adından və bütövlükdə Mərkəzi Bankla birlikdə hər birinizi bizim bugünkü tədbirə verdiyiniz dəstəyə görə təşəkkür edir və hamımızın adından salamlayırıq. Bizim əsas hədəf və məqsədimiz maliyyə sektorunda baş verən yeniliklər, ölkəmizin bütövlükdə iqtisadi rəqəmsal transformasiyası dövründə baş verən proseslərlə sizi tanış etmək, həm bütövlükdə cəmiyyətimizdə maliyyə savadlığının yüksəldilməsi və eyni zamanda mövcud olan problemlərin və yeniliklərin müxtəlif platformalarda müzakirə edilməsi. Təbii ki, həm Mərkəz Bankın, həm burada iştirak edən hörmətli dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq kart təşkilatlarının iştirakı olmadan və dəstəyi olmadan bu cür tədbirləri keçirmək bizim üçün kifayət qədər mürəkkəb ola bilərdi və bu dəstəyə görə də onlara təşəkkür etmək istərdim. Və xüsusi olaraqdan bugünkü tədbirimizdə iştirak etmək üçün təşrif buyurmuş qardaş Türkiyə Respublikasının Banklar Assosiasiyasının rəhbəri Sayın Alparslan bəyə və Polşa Banklar Assosiasiyasının vitse-icraçı direktoruna özlərinin təşəkkürümü bildirmək istəyirəm. Təbii ki, bildiyiniz kimi 25-ci il ərzində biz bütün yeniliklərin öyrənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi üzrə bir sıra Avropa ölkələrində, İtaliya, Avropanın bir sıra ölkələrində, Almaniya, İtaliyada və Polşa Banklar Assosiasiyasında müxtəlif ekspert qrupları səviyyəsində müxtəlif görüşlər təşkil etdik və son trendlərin və son dəyişikliklərin nədən ibarət olduğunu və onun ölkəmizdə tətbiqi imkanları və eyni zamanda tətbiqi dövründə meydana çıxan müxtəlif məsələlərin həlli ilə əlaqədar müxtəlif təcrübə mübadilələrini apardıq və bu davam etməkdədir. Rəqəmsallaşma prosesində Azərbaycan banklarının son dövrdə xərclədikləri vəsaitlər kifayət qədər yüksək məbləğə artıq çatmışdır və bugün bizim qarşımızda duran əsas məsələ bu xidmətlərin maya dəyərinin mümkün qədər aşağı salınması və bank sektorunun belə deyək də qarşıdakı dövrlərdə daha yeni investisiyalar etməsi üçün imkanların genişləndirilməsi də mühüm çağırışlardan biri olaraq qalmaqdadır. Eyni zamanda cəmiyyətin aparıcı hissəsi, iqtisadiyyatımızın aparıcı hissəsi olaraqdan rəqəmsal transformasiyada da öndə getməklə yanaşı bank sektoru
Eyni zamanda iqtisadi göstəricilərin də yaxşılaşdırılması istiqamətində Mərkəz Bankın rəhbərliyi ilə çox əhəmiyyətli addımlar atmışdır və bu gün artıq biz əminliklə və fəxrlə qeyd edə bilərik ki, bank sektoru özünün aktivlərinin həcminə görə 56,1 milyarda çataraq tarixi rekordunu yenilədi və düşünürük ki, qarşıdakı dövrlərdə bu rəqəm daha da yüksələcəkdir və eyni zamanda bunun əsas hissəsi olan kredit portfelimiz 29,3 milyarda qalxaraq 10%-ə yaxın artım nümayiş etdirdi. Bu da bizim iqtisadi, bayaq Vüsal müəllimin qeyd etdiyi çağırışlara yeni və qarşıdakı dövrdə olacaq töhfələrimizin başlanğıcı kimi qeyd edə bilərik. Və bunların da əsas tərkib hissəsi olaraqdan da cəlb etdiyimiz depozitlərimiz və əhali əmanətləri də onlar da özünün tarixi rekordunu yeniləyərəkdən 9,7 milyarda çataraq 11% artımı nümayiş etdirmiş oldu. Həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZIP, XÖKS və AOS üzərində emal edən ödəniş əməliyyatlarımızın ümumi dövriyyəsi də genişlənməkdə davam etdi. Qeyd edilən dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi 72,2 milyard manata yüksəldi və bütün bunlar həyata keçirilən Mərkəz Bankın strategiyasının həyata keçirilməsi üzrə Mərkəz Bankı ilə birlikdə banklarımızın birgə fəaliyyətinin nəticəsi kimi qeyd edə bilərik. Lakin bütün bunlar bizim üçün yeni çağırışlar da müəyyən etmişdir. İlk növbədə düşünürəm ki, qarşıdakı dövrdə diqqətdə saxlamalı olduğumuz məsələlər rəqəmsal ödəniş ekosistemində mərkəzi komponentlərdən biri olan ani ödənişlər sisteminin funksional imkanlarının daha effektiv formada istifadə edilməsidir. Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi alternativ ödəniş aləti olaraq QR kodların tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətləri və texnologiyanın tətbiqini təmin edilməli, NFC texnologiyasının istifadə edilməsi daim diqqətimizdə saxlanılmalıdır. Diqqəti çəkən digər bir məqam isə kart-to-kart tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasını qorunub saxlamaqdır. Təbii olaraqdan biz kart-to-kartla əlaqədar yaranmış müxtəlif çağırışları düzgün qəbul edirik, lakin eyni zamanda da hər birimiz qəbul edirik ki, cəmiyyətimizdə bugünkü kartlarımızın sayının artmasına dəstək verən mühüm amillərdən birisi də məhz kart-to-kart əməliyyatlarımızın mövcud olması idi. Mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nəqd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətlərinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanı yaradılması düşünürəm ki, hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Hesab edirik ki, bu islahatların davamı olaraq ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası qanununda müvafiq dəyişikliklər edilərək qapalı şəbəkəyə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Rəqəmsal ödəniş ekosisteminin sahəsində regional səviyyədə inkişafı təmin edilməsi məqsədilə qonşu ölkələrlə, xüsusən Türkiyə və Gürcüstanla sandbox rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Düşünürəm ki, hazırda Türkiyə və Gürcüstan arasında transsərhəd əməliyyatlarında istifadə edilən Troya kartlarının Azərbaycanda tətbiqi imkanlarının nəzərdən keçirməmiz bizim üçün faydalı ola bilər. Hesab edirik ki, bu yanaşma region ölkələr arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək. Bu sayədə uğurlu təcrübələrin Sinqapur və Malaziya arasında olan təcrübəni təhlil edilə bilər. Banklar olaraq aparılan bu islahatlardan birbaşa faydalanmaqla yanaşı prosesləri daimi dəstəkləri və bu proses davam edəcəkdir. Beləliklə, ABA ilə üzv təşkilat 25-ci il ərzində region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təsisat zəncirinin maliyyələşdirilməsindən, fraud halların qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarının inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planı və layihədə aktiv töhfə verməyə çalışmışıq. Burada maliyyə savadlılığı üzrə görülən işləri də ayrıca qeyd etmək istərəm. Buradan Azərbaycan Mərkəzi Bankı ilə birlikdə maliyyə sektoru assosiasiyalarının birgə işçi qrupu çərçivəsində bank sektoru tərəfindən icrası üçün bir çox tədbir müəyyən edilmiş və indiyə qədər siyahı üzrə 58 tədbirin icrası tərəfimizdən yekunlaşmışdır. Bir çoxunun isə icrası davam etməkdir. Bunlardan birisi Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilati dəstəyi ilə
görə təşkil edilən maliyyə savadlığı viktorinasıdır. İnşallah düşünürük ki, növbəti ildə Türk Dili Dövlətlər arasında keçirilən bu viktoriniyada biz yekun vuracağıq və aprel-may aylarında Alparslan bəyin burada iştirakından istifadə edərək bunun Türkiyədə təşkil edilməsinə nail olacağıq və ilk dəfə olaraq Türk Dili Dövlətlər arasında məhz məktəblərdən başlayaraq, məktəblilər arasında belə bir qaliblərin müəyyən edilməsi və bu tendensiyanın xüsusən bizim üçün əhəmiyyətli olan və əhəmiyyətli hesab etdiyimiz maliyyə savadlılığı üzrə proyektlərin, layihələrin daha effektiv icrasına nail olmağa təkan verəcək bir tədbir olacağını düşünürük. Diqqətinizə görə təşəkkür edirəm. Biz təşəkkür edirik Zakir müəllim. Kutay bəy, sualım sizə olacaq. Regionda nağdsız ödənişlərin və rəqəmsal xidmətlərin inkişafında əsas trend və çağırışlar barədə sizin də fikirləriniz maraqlı olardı. Buyurun, eşidək sizi. Mikrofonu zəhmət olmasa yandırın. Kırmızı ışık. Herkese merhabalar. Bugün sizlere hitap etme fırsatını bana Bankalar Birliği, Azerbaycan Bankalar Birliği sunduğu için öncelikle teşekkür ederim. Azerbaycan'ın finansal ekosisteminin modernleşme yolculuğunda attığı adımları görmek hepimiz için ilham verici. Dijital ödemelerin yaygınlaşması, fintech kanallarının oluşması, açık bankacılığın hayatımıza girmesi ve inovasyonun ve kapsayıcılığın net bir gündem olması hepimize ilham veriyor. Mastercard olarak Azerbaycan'daki bu yolculukta bankacılık sektörüyle yıllardır, uzun süredir birlikte yakın çalışıyoruz ve bununla gurur duyuyoruz. İleriye dönük de Azerbaycan'ın dijital dönüşümünde bu ortaklığa devam etmeyi umuyoruz. Küresel bir teknoloji lideri olan Mastercard, dijital ekonominin büyümesini her zaman destekliyor. 200'den fazla ülke ve bölgede ödeme sistemlerini geliştiriyor. Ticareti, bağlantıyı, güvenliği ve inovasyonu mümkün kılıyor. Misyonumuz kapsayıcı dijital ekonomileri birbirine bağlamak ve güçlendirmek. Bunun da ana driver'ı inovasyon. İnsanların ödeme alma ya da parayla olan etkileşimlerini yeniden tanımlayan teknolojilere yatırım yapıyoruz Mastercard olarak. Geleneksel kart ödemelerinin ötesine geçmek, yeni ödeme akışları, açık bankacılık, gerçek zamanlı ödemeler ve hatta blok zincir tabanlı çözümler geliştiriyoruz. Mastercard olarak küresel inovasyon stratejimizi 3 temel üzerine kurguladık. Ödemeleri yeniden hayal etmek, ekosistemleri güçlendirmek ve veri ve yapay zekadan tabii ki de maksimum faydayı elde etmek. Ödemeler dijitalleştikçe hız ve kolaylık yeni sorumluluklar getiriyor hepimize. İşlemleri korumak, kimlikleri doğrulamak ve dayanıklılık sağlamak ödemelerin anında ve çok kanallı geliştiği bir dünyada her zamankinden daha da kritik hale geldi. Mastercard için güven yaptığımız her şeyin merkezinde yer alıyor. Her işlemin güvenli olduğunu, verilerin korunduğunu, bir sorun yaşandığında müşterilerin net bir çözüm yolculuğuna sahip olduğundan emin olmak istiyoruz. Dolandırıcılığı en aza indirmek ve küresel ağımızın bütünlüğünü korumak için de gelişmiş güvenlik ve kimlik doğrulama hizmetlerine her zamankinden daha fazla yatırım yapıyoruz. Ancak güven konusu sade ve sadece kendi sistemlerinizde sınırlı tutamayız. Bankalar, fintechler, devletler, işletmeler, bunların hepsinde, bütün ekosistemde tamamında savunma kaslarımızı güçlendirmek durumundayız. Çünkü hepimizin de çok iyi bildiği gibi bir ağ en zayıf halkası kadar kuvvetlidir. Dolayısıyla güvenlik, kimlik ve dayanıklılık konusundaki bu taahhüt Mastercard'ın modern ve dijital ekonomideki rolünün temelini oluşturmaktadır. Azerbaycan'da da bankalar ve fintechlerle birlikte birçok girişimi hayata geçiriyoruz. Örneğin yakın dönemde Mastercard World Legend kartı tanıttık üst segment müşterilerimize yönelik. Bunun yanı sıra danışmanlık hizmetlerimizle beraber müşterilerimizin dönüşüm yolculuklarında ve karlı büyümelerine destek oluyoruz. Azerbaycan'da dijital altyapı ve siber güvenlik yatırımlarımıza devam ediyoruz. Mastercard olarak odak noktamız dijital ödeme altyapısını kurarak nakitsiz ödemeleri yaygınlaştırmak, Azerbaycan'da tokenizasyonu geliştirmek, temassız kabul ve dijital kart basım gibi modern bankacılık ve ticaret ekosistemin temel araçlarını sağlamak. Azerbaycan'da da bu odağımız doğrultusunda tüm paydaşlarımızla yakın çalışmalarımıza devam ediyoruz. Ve tabii ki şüphe götürmez ki en büyük önceliklerimizden bir tanesi de KOBİ'ler. Küçük ve orta işletmelerin Azerbaycan'ın ekonomisinin bel kemiği olduğunu farkındayız. İnovasyonu, istihdamı, yerel büyümeyi onlar sağlıyor. Ancak dijital dönüşüm,
modern ödeme yöntemlerine erişim ve finansman konusunda kendilerine has problemleri var. Mastercard için KOBİ'lerin dijitalleşmesi sürdürülebilir ekonomik büyüme kapsayıcılığının kilit unsurlarından. Bu sebeple küresel ölçekte KOBİ'leri desteklemek için dijital ödeme kabulünden tahsilat yönetimine, iç veri üretiminden siber güvenlik araçlarına kadar birçok farklı alanda çeşitli yatırımlar yapıyoruz, destek olmaya çalışıyoruz. Bu yenilikçi çözümlerimiz KOBİ'lerin hem iş süreçlerini geliştirmelerinde hem de rekabette güçlenmelerine destek oluyor. Son olarak Mastercard'ın Azerbaycan'ın dijital potansiyeli olan inancını bir kez daha sizlere vurgulamak isterim. Kapsayıcı ve dijital bir ekonomiye doğru ilerlerken bu gelecek dönemde iddialı ama tamamen ulaşılabilir bir hedef olduğunu da farkındayız. Sürdürdüğümüz güçlü işbirlikleri, yenilikçi yaklaşımımız ve yaptığımız yatırımlar sayesinde de Azerbaycan'ın dijital dönüşümünü daha da hızlandıracağımıza inanıyoruz. Tüketicilerin, işletmelerin ve finans kurumlarının akıllı, kesintisiz ve dijital ticaretten faydalandığı, KOBİ'lerin sadece merkezde değil, Azerbaycan'ın tüm bölgelerinde de büyüyebildiği bir geleceği hep birlikte inşa etmeye devam edeceğiz. Mastercard olarak finansın geleceğine ilerlerken, Azerbaycan'ın güvenilir bir ortağı olarak uzun yıllar boyunca yanında olma kararlılığımızı da sürdürüyoruz. Teşekkür ederim. Biz təşəkkür edirik Kutay Bey. Bəli, açılış paneli spikerlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun dəyərli və maraqlı fikirləriniz üçün. Və biz indi kiçik bir çay qəhvə və şəbəkələşmə fasiləsinə ayrılacağıq 20 dəqiqə və 20 dəqiqədən sonra təkrar bir arada müzakirələrimiz davam edəcək. Forumun işinə uğurlar. Çox sağ olun. Biz teşekkür ederiz.